MİQ blok sertifikasiya imtahan hazırlaşan yoldaşlarımız bu videonu sona qədər izləyirsiniz. Çünki çox möhtəşəm bir sualın izahını təqdim edirəm. Sualımız tabeli mürəkkəb cümlə haqqındadır. Möhtəşəm sualdır, möhtəşəm bir izahı olacaq. Sona qədər izləyin. Baxın yoldaşlar, demək sualımız bundan ibarətdir ki, deyir ki, nümunə haqqında təbii ki bizə doğru fikir lazımdır. Deyir, bilirsənmi? Atıb getmək ilə məni gülüm, qapıları bağlayıb açmış qucağım zülüm. Baxın yoldaşlar, bilirsənmi? Nəyi bilirsən? Təbii ki burada tabeli mürəkkəb cümlədir və baş cümlə birinci gəlib. Təbii ki, biz burada m ədatını ki bağlayıcısı ilə də əvəz edə bilərik. Bilirsən ki, biz bilirik ki, ki bağlayıcısı əsasən baş cümlədə olur. Bəzən budaq cümlədə də olur təbii ki, amma burada baş cümlədədir. Birinci gəlir baş cümlə, ikinci gəlir yoldaşlar budaq cümlə. Bilirsənmi? Atıb getmək ilə məni gülüm, qapılarını bağlayıb açmış qucağın zülüm. Fikirlərimizə baxaq yoldaşlar. Deyir ki, baş cümlə əvvəl, budaq cümlə sonra işləmiş. Təbii ki, baş cümlə birinci gəlib, biz bunu qeyd etdik. Bir, doğru. Budaq cümlə baş üzvlərinin hər ikisi var. Yəni, ikinci tərəfdə budaq cümlədə həm mübtəda, həm xəbər varmı? Baxaq. Deyir ki, qapıları bağlayıb açmış qucağın zülüm. Ne edib? Qucağını açıb, ne edib? Bağlayıb. Nə bağlayıb? Zülüm. Zülüm bağlayıb, zülüm qucağını açıb. Mübtəda da var, təbii ki, xəbərdə var. Baş üzvlərin hər birisi iştirak edib. Budaq cümlə baş cümlə m ədatı ilə bağlanmışdır. Baxın yoldaşlar, sizə möhtəşəm bir qaydanı deyim, unutmayın. Yadda saxlayın ki, yoldaşlar, m ədatı baş cümlənin tərkibindədirsə, o heç vaxt bağlayıcı vasitə deyil. Bax, yadda saxlayın ki, m ədatı baş cümlənin tərkibindədirsə, o heç vaxt bağlayıcı vasitə deyil. Çünki budaq cümlənin tərkibində olan bağlayıcı vasitə olur, amma baş cümlənin tərkibində olanda bağlayıcı vasitə olmur. Bax, buna diqqətli olursunuz, bu yanlış cümlədir. Fikirdir, budaq cümlə əvvəl, baş cümlə sonra işləm. Təbii ki, biz dedik ki, baş cümlə birinci gəlib. Bu da yanlışdır. Budaq cümlə baş cümlə intonasiya ilə bağlanmışdır. Bəli, təbii ki, burada heç bir bağlayıcı vasitəni mən görmürəm. İntonasiya ilə bağlanır. Cavab oldu yoldaşlar 1, 2 və 5. Bu cür video izahlarının davamı üçün mütləq kanalımıza abunə olursunuz. Bəyənib, paylaşıb və yazmağı unutmursunuz. Təşəkkür edirəm.